Sözün əsl mənasında müqəddəs figürdir, müqəddəs bir otaqdır. Buradakı bu dizayn, buradakı bu qəhrəmanların şəkilləri, onlara aid olan bu, belə deyək ki, atributlar, bunların hamısı deyir ki, gəl məni gör vətənpərvər. Var olsun, bizim borcumuzdur. Belə qəhrəman oğulları biz burada daim yaşadırıq. Onlar daim ürəyimizdədirlər. Onların sayəsindədir ki, onların qanunun sayəsindədir ki, onların qəhrəmanlığın sayəsindədir ki, 200 illik ləkə üstümüzdən götürülür. 200 ildə birinci dənədir ki, Müzəffər Ali Başkomandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan ordusu işğalda olan torpağa geri qayıtdı. 200 ildə belə bir hadisə oldu. Ancaq itirilmiş, ancaq parçalanmış. 200 ildən sonra biz torpaqlarımızı qaytarır. O sizin Ankara'da çıxışınızda izlədim. Orada dediniz ki, bu kitabın əsl yazarı Cənab Ali Başkomandan və onun ordusudur. Onun şücaətidir, onun qəhrəmanlığıdır. Siz orada da ordumuza dəyər vermişsiniz, gözəl. Mən yazaram, mən düşünürəm bunu, bu cür. O, mən deyim ki, elə 90-cı illərdə də arzumda, təfəkkürümdə nələr var idi, onları ümumiləşdirib roman eləmişəm. Düzdür, mənə mövzu, əgər Xocalıdırsa, mən Xocalıdan hansı qəhrəmanlıqdan danışacaq? Mənə mövzu, əgər 31 Mart soyqırımındansa, mən hansı qəhrəmanlıqdan? Qəhrəmanın mövzu sənin üçün olmalıdır ki, mövzu yoxdursa, heç bir yazıcı, heç bir yazar öz xalqı haqqında qəhrəmanlıq tərənnüm edən, bunu inkar edə biləcək ikinci bir məntiq yox, kimsə bunu inkar edə biləcək. Allah köməyiniz olsun. Saygıdeğer Reşat Bey'e, Sadır Şəhtatlı'dan Ərbaqazdır, Allah'a. Teşekkür ederim, var olasınız, minnettarım. Ama bunu soracaktım, daha sonra nasıl? Sağ olun, teşekkür ederim, çok sağ olun.